Yasam YouTube videomuz hoş geldiniz. Bugün sizlerle birlikte 2 kaşıklık hediyeni hazırlayacağım. Dostuma hediye edeceğim. Yani dostuma 2 kaşıklık hediye hazırlayırıq. Uşaqlar, bu arada ben hediye aldığım ləvazimatları, yani eşyaları falan, onların kroklarını çıxartdım çünkü belə qəşəng görünür. Yere düştüm. Böyle bir şekilde. Birinci kaşığımız ve ikinci kaşığımız yere düşüp bunlar da yere düşmüştü. Yani bu kadar alındı. Uşaqlar, gəlin isə bunu açaq. Kırmızı. Gördüğünüz gibi kırmızı. İkinci kızılı. Sonra ise yine kızılı. Qara. Gümüşü. Pembiş. Sonra narıncı. Yine kırmızı. Mor. Sarı. Qara. Sarı. Sonra mavi. Yine qara. Ve son olarak pembiş. İnşallah gelin bakalım göreyim ne çıktı. 3 adet gördüğünüz gibi qara çıxıb. Qara nədir? Reisini temsil edir. Yani 3 adet reisin vereceği. Ve buradan gördüğünüz gibi reisinleri seçirik. Ve bir adet bu. Sonra bir adet bu. Ve bir adet ise bunu verəm. Ve gördüğünüz gibi bir adet bu, bir adet bu ve bir adet bu. Ve səbətə əlavə edirik. Sonra ise 2 tane pembiş çıxıb. Pembiş ise ulduzlu tokanı temsil edir. Yani 2 adet toka. Toka. Bu ise tokalar 1, 2, bize reçten çıkmıştı. 2 tane çıkmıştı ve bir qara, bir ise ağ toka. Səbətimize əlavə edirik. Sonra ise 2 adet kırmızı çıxıb. Gördüğünüz gibi 1 ve 2. Kırmızı ise burada qələmi temsil edir. Ve buradan 1 ve 2 adet qələm. Səbətə əlavə edirik. Sonra ise bir adet mor çıxıb. Mor ise kartı temsil edir. Yani bir adet kart. Ve burada kartlar çoktu. Ve biz buradan kartlardan bunu, bu kartlardan ise narı götürürük. Yani bunlardan bir adet alma, bir adet ise öz düzəltdiyimdən əlavə edirəm. Səbətə əlavə edirik. 2 adet sarı çıxıb və sarı isə qələm qabını təmsil edir. 2 tane çıxmışdı deyə bu və bu. Və 2 adet və bir qələm qabı. Birincisi və ikincisi.
və səbətə əlavə edirik. Sonra isə 2 ədəd qızılı çıxıb. Gördüyünüz kimi belə bir şəkildə. Və qızılı isə oyuncağı təmsil edir. Və buradan bunu bir ədəd isə bunu əlavə etmək istəyirəm. Oyuncaqdır bu da. Yəni bu ikisini əlavə edirəm. Səbətə əlavə edirəm. Bir ədəd mavi çıxıb. Mavi isə gördüyünüz kimi squishini təmsil edir. Və bir ədəd squishi götürürük. Və bunu əlavə edirik. Bir ədəd gümüş çıxıb. Gümüş isə uzanan əli təmsil edir. Bir ədəd götürdük və səbətə əlavə edirik. Bir ədəd narıncı çıxıb. Narıncı dəftəri təmsil edir. Bir ədəd dəftər götürürük və kromni götürürəm. Bunu götürdük və səbətə əlavə edirəm. Və bir ədəd isə mor çıxıb. Və yenə buradan kart götürürəm. Bunu götürmək istəyirəm. Və bir ədəd də limon götürürəm. Səbətə isə əlavə edirəm. Qutumuz alındı. Gördüyünüz kimi 2 qaşıqdan bu qədər hədiyyə çıxar. Sağ olun. Kanalıma abunə olub like atmağı unutmayın.